Mən deyirəm məndə deyir problem. Sizə deyil, canlıya qoşulanda nəsə problem yarandı, onu həll edirik. Salam, hörmətli izləyicilər. E, Biz fən kurikulumlarının təkmilləşdirilməsi prosesi çərçivəsində bu gün növbəti vebinarımızı həyata keçirəcəyik. Bu gün biz çağırışa qədərki hazırlıq fən kurikulumunda nəzərdə tutulan təkmilləşdirmələr, yeniliklər barəsində danışacağıq və e, bizi bu təkmilləşdirməyə sövq edən e, cəhətlərdən danışacağıq və bunun reallaşdırılması üçün nələri Bəli, üzr istəyirəm, texniki məsələləri həll etməyə çalışırıq. Səsim normal gəlirsə davam eləmək istəyirəm hal-hazırda. Hmm, e, bəli, bir daha başdan istəyirsiniz, səsim getmədiyinə dair xəbərdarlıq edildi. E, Yenidən bəzi cümlələri təkrar edeyim.
Yəni biz bugün çağırışa qədər ki, hazırlıq fən kurikulumunda edilən dəyişikliklər barəsində, yeniliklər barəsində danışacağıq. Hal-hazırda təkmilləşdirmə prosesi e, davam eləyir və bugün bu e, fən kurikulumunun təkmilləşdirilməsinə yer alınan müəlliflərimiz e, bu weblarımızda iştirak edəcəklər. Ceyhun müəllim, İntiqam müəllim və Vasif müəllim. Mən qısa bir arayış verim. Yəni biz bu fən kurikulumların təkmilləşdirilməsi prosesinə 2021-ci ildən başladıq Təhsil İnstitutu olaraq. 2020-ci ildə sentyabr ayında Nazirlər Kabinetinin bir qərarı var. O qərar əsasında artıq ümumi təhsildə tədris olunan fənlərin kurikulumlarında, məzmunlarında dəyişikliklər, yeniliklər, təkmilləşdirmələr aparmağa başladıq. Hal-hazırda 10 fən kurikulumu təsdiq edilib. Bunlardan 9-u təkmilləşdirilmiş fən kurikulumlarıdır. Bir isə yenidən yazılmış, tamamən sıfırdan yazılmış bir fəndir bu. Təbiət fənnidir və geri qalan 7 fən kurikulumda üzərində təkmilləşdirilmələr davam edir. Bunlardan biri də çağırışa qədər ki, hazırlıq fənnidir. Bəli, mən çox vaxtınızı almaq istəmirəm. Ona görə də bizim müəlliflərə belə sözü onlara buraxmaq istəyirəm. Bu arada sizi maraqlandıran sualları yaza bilərsiniz. Mən artıq sualları digər tərəfdən oxuyub bizim müəlliflərə də çatdıracağım. Sizin Facebookda yazdığınız sualları bizim müəlliflərə də çatdıracağım. Amma biz özümüzün, belə deyək, təqdim etmək istədiyimiz, sizə çatdırmaq istədiyimiz məlumatlar və məqamlar var. Biz onlardan başlayaq. Ümumi olsa da bundan başlayaq. Ceyhun müəllim, biz fən kurikulumunu, çağırışa qədərki hazırlıq, fən kurikulumunu təkmilləşdirmə deyəndə, onun məzmununu da yeniliklər etmək deyəndə biz nə başa düşməliyik? Buyurun, mikrofonunuzu açın və bununla bağlı bizə özünüzü təqdim etsəniz də birinci, o da çox xoş olar. Düzü sizi tanıyırlar, amma yenidən bir də özünüzü təqdim etsəniz çox xoş olar. Sağ olun, Mansur müəllim, sağ olun. Ceyhun Məmmədiyarov, demək olar ki, ömrümü hərbiyə və hərbi təhsilə həsr eləmişəm. Artıq 60-ı haqlamışam. Yəni uzun illərdir bu sahədə, 7 ilə yaxın sizin mərkəzdə çalışmışam. Ondan əvvəl 20 ilə yaxın ordu sıralarında qulluq eləmişəm. İndi də hal-hazırda Bədən Tərbiyə Akademiyasında Fiziki Hazırlıq Kafedrasında baş müəllim vəzifəsində çalışıram. Mənə də çox xoşdur ki, elə bu proqramın təkmilləşməsi. Əvvəlki proqramı yazmaq da mənə, yəni yazılmasında iştirak etmişəm. Mənə bu yad olmuşdu, yəni bu mənə həvalə olunmuşdu. İndi də bu proqramın təkmilləşdirilməsində də iştirak edirəm, iştirak etdim daha doğrusu. Əvvəldən bu proqramı görən, bilən bir adam kimi proqramın içərisində bir çox təkmilləşdirmə aparılması dövrün tələbi idi, bu zərurət idi. Mütləq şəkildə bu dəyişikliklər baş verməli idi. İndi mən istəyirəm dəyişikliklər, hərçənd ki, mən o təlim nəticələrindən, mən onları bir-bir hamısını oxumaq istəmirəm, amma çünki sizin hamınızın bundan xəbəriniz var. Mən qısaca olaraq gətirilən təkmilləşmələri, təkmilləşdirilmələri mən burada sizin nəzərinizə çatdırmaq istəyirəm. Ən əsası burada ümumi təlim nəticəsindən irəli gələn məqsəddən, yəni irəli gələn vəzifələrin yerinə vəzifələrdə bir çox dəyişiklik eləmişik. Əgər diqqət etsəniz, burada milli düşüncə, vətənpərvərlik, milli maraqlar, bunlar var idi. Yəni vətənpərvərlik orada var idi, amma onun əvvəlində məsələn milli düşüncə yox idi. Vətənpərvərlik, milli maraqlar, milli dəyərlər. Ən çox da mən bu milli maraqlar və milli dəyərlərin üzərində durmaq istəyirəm. Hərçəndir ki, birazdan gedişatda mən onların standartlarda öz həllini necə tapdığını da göstərəcəm, çalışacağım. Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideyasının formalaşdırılması, yüksək mənəvi dəyərlərə sahib vətənpərvər nəslin yetişdirilməsi, silahlı qüvvələr və hərbi xidmətkeşmə haqqında qanunun, bunlar biraz əvvəlkilərə bənzəyir, amma ən əsası mən burada çağırışa qədərki hazırlıq fənninin 7 təlim istiqaməti özünü göstərib. Yəni bu sahədə gənc nəslin yetişdirilməsi, onların bilik, bacarıq və vərdişlərə yiyələnməsi əsas tutur. Amma indiki əsas dəyişikliklərdən biri də müasir silahlar. Bunu da bizi vadar edən buna
44 günlük müharibə və müharibədən əvvəlki bizim bu döyüşlərə hazır, ordumuzun bu döyüşə hazırlığı bizi ən əsas buna vadar etdi ki, biz bunu fənnimizin əsas hissəsi kimi bir dəyişiklik etdik burada, təkmilləşmə apardıq. Burada bu nədir? Müasir silahlar, silah sistemləri, tanklar və döyüş texnikaları, təyyarələr, dronlar, PUA'lar, gəmilər və s. bütün bunların hamısı haqqında bir demək olar ki, dəyişiklik aparılıb və bunlar hamısı standarta gətirilir. Bu əsas dəyişikliklərdən biri demək olar ki, bu idi. Yəni əlavə dəyişiklikləri də indi mən sizin nəzərinizə çatdıracağam. Bizim fənnimiz, mən ümumiyyətlə bu çağırışa qədərki hazırlıq fənninə verilən tələbləri deyəndə mən çox belə bunun üzərində qalsam bu təkrarçılıq olacaq. Yəni bilirsiniz ki, burada pedaqoji prosesin tamlığıdır, təlimdə bərabər mühitin yaradılmasıdır, şagird yönü və s. və ilə axırə bu hamıya bəllidir. Bunlar Ceyhun müəllim, bizə ümumiyyətlə təkmilləşdirmə deyəndə hansı nöqteyə nəzərdən baxmışıq? Birazdan sonra detallarını elərik, əlavə olunan mövzular, çıxarılan və s. Ümumiyyətlə bu fənnin təkmilləşdirilməsi deyəndə, biz məzmunun təkmilləşdirilməsi deyəndə mən belə başa düşdüm, onu da necə deyərlər, xülasəsini verə bilərik. Dövrün tələbini nəzərə alıb, biraz əvvəl sizə dövrün tələbini nəzərə alaraqdan bu məzmununa bəzi təkmilləşdirmələr aparmışıq. Belə xülasə bilirsiniz, bu hərbi sahə, elə haşiyədən kənara çıxın bir şey deyim ki, hərbi sahə elə bir sahədir ki, burada silahlar dəyişdikcə döyüş taktikası mütləq şəkildə dəyişilir. Bu da bariz nümunə idi. Dünyada görünməmiş bir şey idi ki, yəni bir zamanlar müharibənin müqəddəratını həll edən bəzi silahlar, məsələn tanklar bu günləri müharibədə heç bir vəzifə, tapşırıq yerinə yetirə bilmirdi. Ona görə ki, yeni silahlar meydana gəlmişdi. Bunların da hamısının bu tədrisə gəlməsi bizim borcumuz idi ki, biz bunları tədrisə gətirək, bunları burada göstərək. Yəni dəyişikliyə bizi vadar eləyən, məzmunun dəyişməsinə bizi vadar eləyən əlbəttə vaxt, zaman, mühit və baş verən hadisələr idi. Bəli, çox sağ olun Ceyhun müəllim. Əgər digər yoldaşların da əlavə etmək istədiyim bir kəlmə üzr istəyirəm, mən bir kəlmə bir şey əlavə etmək istəyirəm. Burada elə bil ki, əvvəllər bu fən 3 məzmun xəttindən ibarət olmuşdu. Biz bu məzmun xəttlərində dəyişiklik, biraz konkretləşdirdik, qısaltdıq. Yəni sizin də köməyinizlə bizə nəzarət edən bu hissələrin, dadların da, şöbələrin də, sizin şöbələrin köməkliyi ilə biz burada bir çox, necə deyərlər, dəyişikliklərə nail ola bilmişik. Burada 4 məzmun xətti elədik. Milli və hərbi dəyərlər, bu dəyərlər mütləq şəkildə bura gəlməli idi. Bunu gətirdik bura. Ondan sonra təhlükəsizlik deyəndə biz ümumiyyətlə deməli cəmiyyətin, təbiətin, ümumiyyətlə bu təhlükəsizlik deyəndə biz bu 7 təlim istiqamətin, taktika, atəş, sıra necə bunları, sonra hərbi texnoloji tərəqqi deyəndə yeni müharibələrdə istifadə olunmuş yeni silahları bura gətirmişik və fövqəladə hallarla hərbi tibb hazırlıq isə olduğu kimi qalıb. Bu qədər. Açığı mən burada bu məqamda bir icazənizlə bir əlavəm də olacaq. Bu təkmilləşdirmə prosesində bizim əməkdaşlıq etdiyimiz qurum da var. Milli Müdafiə Universitetinin orada əməkdaşları da bizim bu təkmilləşdirmə prosesində iştirak edədilər. Onlara da öz adımızdan, institut adından onlara da təşəkkür edirik əməkdaşlıqları üçün. Yəqin ki, bundan sonra da davam edəcəkdir bundan bağlı məsələlərdə. Onu da gəlin biraz daha konkretləşdirək. Mən də istəyərdim Mansur. Buyurun, Vasif müəllim, əlavəniz varsa buyurun. Əvvəla hamını salamlayıram. Mansur müəllim, çox sağ olun bu işi təşkil elədiyinizə görə. Mən Vasif Ramazanov 15 il hərbi ordu sıralarında xidmət etdikdən sonra təxris olmuşam. 7 il orta məktəbdə işləmişəm. Ondan sonra da təhsil alaraq hal-hazırda Azərbaycan İdman Akademiyası Fiziki Hazırlıq Kafedrasında baş müəllim vəzifəsindəyəm. Ceyhun müəllimin sözünə qüvvət, elə ömrümüzü bu sahəyə bağlamışıq. Yəni əlimizdən gəldiyi qədər. Deməli, Ceyhun müəllim çox gözəl izah elədi, proqram haqqında məlumat verdiyi üçün məlumat. Mən də nəyə əlavə eləmək istəyirəm? Bu proqram, bəli, müasir dövrün tələbi idi və bunun üstün cəhətlərindən ən əsası da nədir? Çox hasan dildə yazılıb, yəni üslubu hasandır, istənilən
şəxslər, istər hərbi müəllim olsun, olmasın, bunu oxuyarkən çox aydın şəkildə başa düşəcək. Yəni ən üstün cəhəti də onun qısa, lakonik, belə yığcam verilməlidir. Baxmayaraq ki, yığcamdır, amma düşünürəm ki, bütün məlumatları lazım olduğu şəkildə çatdırmışdır. Təşəkkür edirəm. Burada qısa suallara mən düzdür, mövzumuzla əlaqəsiz sertifikasiya ilə bağlı sual soruşurlar, amma bizim sahəmiz deyil, onun tarixi ilə bağlı məndə dəqiq məlumat yoxdur. Ona görə də bu haqda bir məlumat verə bilmirəm. Yəqin ki, 1-2 ildə olar ən azından, onu deyə bilərik. Və təkmilləşdirmə prosesində peşəkar hərbiçilərin cəlbindən gedir söhbət və bizim biraz əvvəl müəlliflərin də özlərini təqdim edədilər. Mənə elə gəlir ki, onların peşəkarlığı, hərb sahəsində peşəkarlığı kifayət qədərdir. Ondan da necə deyirlər, narahat olmağa ehtiyac yoxdur. İndi gəlin belə eləyək. Biraz daha konkretləşdirək, əgər əlavələriniz yoxdursa. İxtisar edilən mövzular, anlayışlar, əlbəttə ki, burada çıxarılanlar var, yəqin ki, dövrün tələbi olaraq. Bunun haqqında varsa İntiqam müəllim sizə müraciət edib bununla bağlı. Buyurun. Mən də hər kəsi salamlayıram. Mən İntiqam Əsgərov. Çalışa qədərki hazırlıq dərsliyin müəllifiyəm, həm müəllifiyəm. Bakı şəhəri 272 nömrəli orta məktəbdə çalışa qədərki hazırlıq həm müəllim işləyirəm. Bu qısa təqdimatla icazə olar mı? Sonra təqdimat edeyim mən. Əlbəttə ki, daha xoş olar, daha aydın olar bizim üçün. Zeyn müəllim bayaqlar bizim məzmun xətləri dedi. Mən istəyirəm bunu elə yazılı şəkildə göstərək. Biz bura 4 dənə məzmun xətt gətirdik. Yəni bir məzmun xətti günün tələbi, zamanın tələbi idi. Hərbi texnoloji tərəqqi gətirdik. Və bizim 4 məzmun xəttimiz oldu. İndi bu barədə yəqin ki, həmkarlarım daha ətraflı danışacaqdır. Mən sadəcə olaraq burada nələri çıxartmışıq, nələr gəlmişik, sonra yəqin ki, danışarıq. Nələri biz burada sadələşdirmişik, təkmilləşdirmişik. 10-cu siniflərdə ixtisar edilən mövzu və anlayışlar. Ən çox mən bir praktik müəllim kimi məni narahat edən, dərslik yazanda standartlara əsasən mövzular seçəndə problemlərlə üzləşmişdik və çox iradlar var idi, haqlı iradlar var idi ki, bu standartları sinifdə reallaşdırmaq çox çətindir. Və o standartlardan müasir ümumi qoşun döyüşü və döyüş təminatı növlərini izah edir. Belə bir standart var idi. Artıq bu köhnəlmiş bir standartdır. Yəni artıq ümumi qoşun döyüşü tarixdə qalıb, o Sovetlər Birliyinin döyüş nizamnamələrindən qalan bir tərcümələr idi. Biz onları artıq çıxartmışıq. Yeni müasir yanaşmalar olacaqdır. Növbəti bir standartımız motorçu manqanın təşkil və döyüş imkanları haqqında biliyini şərh edir. Çox buna suallar verilir ki, biz əskər səviyyəsini hazırlayırıq, bizə manqaya ehtiyac yoxdur. Və həqiqətən də biz onun sinifdə manqaya ehtiyac yoxdur. Biz əskər səviyyəsini tapşırıqla yerinə yetirmək üçün bu standartda çıxartmışıq. Manqanın mövqeyini mühəndis təminatı üzrə biliklər nümayiş etdirir. Tək əskərin səngəri, səngər qazmaq və yaxud da ki, hansısa bir manqanın müdafiə mövqeyi, artıq bunlar bizim şüralara, torpaqlarımız işğaldan azad olundu. Bizim ordumuz müasir sistemə keçibdir, NATO standartlarına keçibdir. Komanda bölmələrimiz, KTQ bölmələrimiz, artıq bu köhnəlmiş bir mövzular idi, köhnəlmiş bir standart idi. Biz bunu da çıxartdıq. Yəni ki, ümid edirəm ki, müəllimlərimiz də ürəyincə oldu. Növbəti bizim 11-ci siniflərdə ixtisar etdiyimiz mövzular və anlayışlardan nəzər salaq. Motorçu taqımın təşkili və döyüş imkanları şərh edir. Bu böyük bir, yəni bizim üçün problem idi. Biz motorçu taqımın təşkilini, döyüş imkanlarını mümkün deyildi şərh edə. Yəni taqım böyük bir qurumdur, böyük bir birləşmədir və bunu biz standartı reallaşdıra bilmirdik. Ona görə bunu ümumiyyətlə çıxartdıq, taqım anlayışını çıxartdıq. Mina partlayışı qurğularının ümumi quruluşunun tətbiq üsullarını izah edir. Yəni minalarda o qədər rəqəmlər var idi ki, şahidlər üçün yorucu idi. Minanın neçə qəlpəsi var, ağırlığı nə qədərdir, ölçüləri nə qədərdir. Biz bunları təkmilləşdirdik, ümumiləşdirdik və bunu tam silmədik. Sadəcə olaraq bunu bizim 4-cü məzmun xəttimizdə fövqəladə hallara apardıq. Orada partlamamış hərbi sursatlar kimi verəcəyik. Sadəcə olaraq tanışlıq olacaqdı orada. Yəni şahidlərimiz çox yükləməyəcəyik. Burada partlamamış hərbi sursatları tanıyacaqlar. Yəni onlardan ehtiyatlı olmaq yollarını izah edəcəyik, şərh edəcəyik. Yəni orada standartlarımızı biz göstərəcəyik, görəcəyik ki, çox asan standartlardır, reallaşdırması asandır. Radiasiya nəzarət və kimyəvi keyfiyyət cihazlarından istifadə. Bu da çox köhnəlmiş bir standartdır. Yəni artıq
radiasiya cihazları köhnəlmiş bir cihazlar kimi çox hərbi otaqlarda, silah otaqlarında, bəzi müəllimlərdə suvenir kimi saxlayırlar. Yəni artıq bunlara ehtiyac yoxdur. Yəni radiasiya təhlükəsi, kimyəvi maddələrdən hansısa bir zəhərlənmələr üçün ümumi fövqəladə hallarda biz qısa bir anlayışlar vermişik. Yəni bu qədər dərinlikdə bir standart tətbiq eləməyə məncə ehtiyac yox idi. Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım. Bu da yəni biraz ağır standart idi, reallaşdırması çətin idi. Yəni biraz şagirdlər üçün maraq doğurmayan bir standart idi. Təlim nəticələri o qədər də maraqlı olmurdu və ona görə də biz bunu da sadələşdirmişik. Müxtəlif növ zədələnmələr içərisində vermişik və burada yeni yanaşmalarda inşallah izah edəcəklər. Daha sadədir, standarta reallaşdırma daha asandır. Mən dediklərim bu qədər, Mansur müəllim. İxtisar olunan ünvanlarla bağlı. İndi yer gəlmişkən buradan bir dənə sual var. Ona qısa cavab verə bilərik. Təhlükəsizlik məzmun xətlərini biz paylaşdıq izləyicilərimizlə. Təhlükəsiz sözü böyük anlamda deyilmi? Yəni biz görəsən o ümumi götürəndə təhlükəsizlik anlayışının hamısını çatdıra biləcəyikmi? Və yaxud da ki, orada nə təhlükəsiz deyəndə nəyi nəzərdə tutmuşuq? Qısaca onun haqqında. Biz məzmun xətti deyəndə biz hansı bir yolu fikirləşirik. Biz yəni ki, bu yollarda yəni ki, onun məzmun xəttinin bizim olacaqdır əsas standartları, alt standartları. Bizim yəni ki, bir yolumuzdur. Necə Azərbaycan dilində dinləmə, anlama, oxu deyilən bir anlayış var ki, bizdə də elə bir anlayış var. Sadəcə o anlayışın biz xırdalayacaq, izahını cədvəldə göstərəcəyik. Aydın. Onda biraz alt standart, əsas standartlar və alt standartlara tanış olduqda biraz daha aydın olacaq izləyicilərimiz üçün. Biz yaxında, onu da qeyd edeyim ki, yaxın günlərdə ARTİ-nin Azərbaycan Respublikası Təhsil İnstitutunun saytında artıq ictimai müzakirə üçün bu çağırışa qədər ki, hazırlıq fənninin kurikulumunu təkmilləşdirilmiş variantını saytda paylaşacaq və hər kəs açıq olacaq və müəllimlərdən xahiş edirik ki, izləyicilərimizdən də orada baxsınlar, endirsinlər, incələsinlər və rəy və təkliflərini bizə göndərsinlər. Yaxın günlərdə, çox uzun deyil bu, yəqin ki, 1-2 həftə içərisində biz artıq onu saytda ictimai müzakirəyə açacağıq. Bu, mən hesab edirəm ki, İntiqam müəllim ixtisar edilən mövzular haqqında, anlayışlar haqqında bəhs elədi. Ceyhun müəllim, nələr əlavə eləmişik? Varsa sizdə bununla bağlı məlumat, buyurun. Deməli, Mansur müəllim, mən istəyirəm bunu elə standartlar üzərindən göstərim, əlavə etdiklərimizi. Deməli, birinci məzmun xəttində, milli və hərbi dəyərlər. Biz burada milli dəyərlərin formalaşması mərhələlərini izah edir. Belə bir standart qoymuşuq. Burada bu standartın reallaşdırılmasında biz nələri həyata keçirəcəyik? Əsas diqqəti bura yönəltmək istəyirəm. Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordunun yaranması, ondan sonra müstəqil müasir dövlətin formalaşmasında Heydər Əliyevin rolu, silahlı qüvvələrin yaranmasının tarixi və inkişafı, döyüş yolu, hərbi atributlar, hərbi rütbələr, hərbi təhsil müəssisələri, fəxri adlar, ordenlər və medallar. Yəni ki, burada mənə elə gəlir ki, hər kəs mənlə razılaşacaq ki, burada ixtisar edə biləcəyimiz yəni bir şey yox idi. Amma biz bunu ötən kurikulumda biz bunu biraz ümumi formada vermişdik. Bunu biraz detallaşdırdıq və bunu bir milli dəyərlərimiz kimi qoyduq bura. Milli dəyərlərimiz, əlbəttə bu bizim milli dəyərlərimizdir. Yəni ki, Azərbaycan Silahlı Qüvvələrin yaranması, onun tarixi, müasir dövrdə ordunun formalaşması, Heydər Əliyevin rolu, silahlı qüvvələrin yaranması, tarixi inkişafı və s. Bütün bunların içərisində çox böyük yəni ki, işlər görə biləcəyik. Yəni gənc nəslin vətənpərvər vətəndaş kimi formalaşması üçün burada böyük işlər görüləcək. İkinci, milli maraqlarımızdır. Bu əvvəl yox idi. Bu yenilik kimi bura gətirilib. Milli maraqlar dedikdə biz iki şey düşünürük. Ərazi bütövlüyümüz və suverenliyimiz. Biz ərazi bütövlüyümüzü demək olar ki, bərpa etmişik. Suverenliyimiz tam şəkildə demək olar ki, bərpa olunub. Ona görə də biz burada milli maraqlar dedikdə hərbi vətənpərvər tərbiyə, milli dəyərləri burada biraz detallaşdırmışıq. Dilimiz, dinimiz, milli adət ənənələrimiz
son vaxtlar aktual bir məsələ kimi olan, dünyanın heç bir millətinə xas olmayan bir tolerant xüsusiyyətimiz var. Bu tolerantlığı da bura əlavə eləmişik. İndi nə dərəcədə qəbul olacaq bilmirəm, amma biz bunu bura əlavə eləmişik. Milli maraqlarımız müstəqillik, suverenlik, təhlükəsizlik, milli təhlükəsizlik, hərbi təhlükəsizlik, bir də hərbi doktrinamız haqqında yəni lazım olan məlumatları. Yəni hərçəndir ki, burada heç məlumatları ancaq burada fərziyələrlə demək olar. Doktrinanın elə adları var ki, sonu biz ona çox elə necə deyərlər, belə varmırıq yəni oralara, biz onu bilmirik. Amma bəllidir ki, doktrinamız bizim gələcək baş verə biləcək proqnozlaşdırılan müharibələrin və münaqişələrin necə aparılma üsul və qaydaların bizə göstərir. Nə qədər silahımız, nə qədər sursatımız, nə qədər ordumuz və s. və ilaxırə. Doktrina burada bir maraqlı bir şeydir. Sonra isə ikinci bizim əsas standartımız dövlət müdafiəsinin hüquqi əsaslarını şərh etməkdir. Burada Azərbaycan ordusu və başqa silahlı birləşmələr haqqında məlumat veriləcək. Azərbaycan ordusu və başqa silahlı birləşmələr. Yəni ki, dövlətin bütün güc strukturları haqqında burada məlumat qoyulacaq. Yəni şagirdə lazım ola biləcək səviyyədə güc strukturları, daxili qoşunlar, sərhəd qoşunları, milli qvardiya və s. və ilaxirə. Və biz bura əlavə eləmişik xüsusi təyinatlı qüvvələrimiz haqqında əsas xüsusi bir məlumat veriləcək. Onların yetəri qədər yəni olmasa da bir yerə qədər onun strukturu, döyüş taktikası və s. barədə məlumat veriləcək. Burada ikinci standartda isə hərbi xidmət keçmə haqqında qanunun şərh edilməsidir. Bu bizə vacibdir. Çünki biz 9-cu sinifdə oxuyarkən gənclərimiz orduya qeydiyyata alınırlar. Bunlar bunun bəzi məsələlərin qanunları bilməlidirlər. Azdan çoxdan ki, bunları niyə qeydiyyata alırlar? Hansı şəraitdə bunlar hərbi mükəlləfiyyətli ola bilərlər? Hansı şəraitdə olmaya bilərlər? Hansı xəstəliklərdə hansı möhlətlər verilir? Sonra burada biz ibtidai hərbi hazırlığı salmışıq bura. Yəni indi əlbəttə siz deyirsiniz müzakirə olunması bunun çox yaxşıdır. Görək bu barədə düşüncələr, fikirlər nə olacaq? İbtidai hərbi hazırlıq elə bir sahədir ki, dünyanın bütün ölkələrində bu var. İngiltərədə, Fransada, yəni əsas da İsraildə, ondan sonra Türkiyədə bu var idi, milli güvənlik kimi son günlər bu yığışdırılıb. Yəni dünyanın bir çox ölkələrində, irəli getmiş ölkələrində ibtidai hərbi hazırlıq var. Bu və ya digər formada var. Bu barədə bir məlumat verəcəyik. Ondan sonra Azərbaycan Respublikası Konstitusiyasının silahlı qüvvələr və hərbi xidmətə aid müddaları burada. Yəni ki, bir səviyyədə, yəni hamısı yox, bir səviyyədə şagirdlərə çatdırılacaq. Bura qədər. Yəni mən birinci məzmun xəttinin standartlarında edilmiş dəyişiklikləri yəni mümkün qədər ortaya qoymaq istədim. Nə dərəcədə indi bu alındı, məndə nə dərəcədə alınmadı bilmirəm. Tamam, biraz da en azından ümumi fikir formalaştı. Burada bir-iki sual var. Məsələn, nə zamandan etibarən artıq bu qüvvəyə minəcək deyə bir sual var burada. Onun nəzərinizə çatdırım ki, təkmilləşdirilmiş fən kurikulumunun təsdiqi yaxın bir neçə ayda olacaq. Əlbəttə ki, çünki artıq ictimai müzakirə mərhələsinə gəlib, ictimai müzakirələr bitdikdən sonra bu cənab nazirin təsdiqi üçün təqdim ediləcək. O təsdiq edildikdən sonra əlbəttə ki, ona uyğun dərsliklər hazırlanacaq və məktəblərdə tətbiq olunmağa başlayacaq. Yəni bu çatdırsa, yəqin ki 2026-2027 tədris ilindən etibarən bu dəyişikliklər nəzərə alına bilər. Dediyim kimi, hamısı bu təsdiq olunmasına bağlıdır. Radiasiyaya bağlı mövzular ləğv olunacaqmı deyə sual var. Onu sizə çatdırım. Radiasiya ilə bağlı mövzular ləğv olunacaqmı deyə bir sual var. Mən dedim. icazə versəydiniz, əgər Buyurun Vasif. Əgər mənə başqa sualınız varsa, sualınızı da verin. Bununla əlaqədar bir izahat gətirə bilirsəniz, radiasiya ilə bağlı o növbəti sualı keçin. Bu məzmun xətti 4-cü məzmun xəttidir. Mən istəyirdim, çox gözəl izah elədi həmkarlarım.
Facebookdakı sualları mən də izləyirəm, Mansur müəllim. Tamam. Ümumiyyətlə, bir az siz də vurguladınız. Peşəkarlıq mənasında orada yoldaşların biri sual qoyub ki, peşəkar zabitlər. Yəni, biz zabit kimi xeyli müddət xidmət eləmişik. Yəni, narahat olmaya bilərsiniz, yoldaşlar bilirlər. Həm Ceyhun müəllim, həm İntiqam müəllim, həm mən. Həm də ki, xeyli müddəti pedaqoji sahədə çalışırıq. Qaldı ki, siz kimi peşəkar zabitləri, əlbəttə ki, biz sizin təcrübənizdən faydalanmaq istəyirik. Ona görə də bu proqram qoyulacaq Artinin səhifəsində və orada sizin təklif və iradlarınızı məmnuniyyətlə gözləyirik. Qaldı ki, radiasiya deyirsiniz götürüləcəkmi? Bir ağda vurğuladım, İntiqam müəllim də vurğuladı ki, biz bir çox nələri ixtisar eləmişik, mövzuları. Bəli, orada bir də nəyi mən vurğulamaq istəyirəm, təkrarçılığa yol verməmişik. Bax, bu sənədin bir üstün cəhəti də odur ki, məsələn, 10-cu sinifdə öyrəndiyimizi çalışmışıq ki, təhsil alanlara o bacarıqları formalaşdıraq 10-cu sinifdə. 11-ci sinifdə isə növbəti, yəni o pedaqoji prinsiplərə əməl eləməyə çalışmışıq. Ardıcıllıq, sistematiklik, müasirlik. Yəni, radiasiyada orada ümumi şəkildə, yəni mən indi onu paylaşanda sizə göstərəcəm fövqəladə hallarda ki, lap belə dəqiq deyək, indi paylaşım onun sizin üçün baxaq bir yerdə. İcazə verirsiniz, mən paylaşım Mansur müəllim. Buyurun, Mansur müəllim, buyurun. Aha. Baxın, 10-cu sinifdə fikir verirsinizsə, 4.1.1 təbii xarakter fövqəladə halların fəsadlarını izah edir. İkinci, alt standart münaqişəli fövqəladə hallar izah edir. Üçüncü isə fövqəladə hallar zamanı mülki müdafiənin təşkilini şərh edir və digər tibbi biliklərə aid alt standartlardır. Bunun üstündən keçirəm. 11-ci sinifi sizə göstərmək istəyirəm. Görsənir yəqin ki, hamıda. Baxın. Bəli, görürük. 11-ci sinifdə artıq texnogen xarakterli fövqəladə halların fəsadlarını izah edir. Və ikinci, kütləvi qırğın silahlarının fəsadlarını. Üçüncü, alt standart isə artıq mühafizə vasitələrindən istifadə edir. Yəni, sizin sualınıza cavab olaraq bu nəyi göstərdim ki, burada biz təkrara yol verməmişik və oradakı artıq məlumatların bir çoxunu ixtisar eləmişik ki, şagirdlər üçün həm yaş səviyyəsinə uyğun olsun, həm də belə deyək də artıq yüklənmə olmasın. Oldu, təşəkkür edirəm. Vasif müəllim, çox sağ olun. Bir də yəni biz izləyicilərimizə başqa bir indi əlavə edilən və çıxılan mövzularla bağlı olduğuna görə bunu səsləndirmək istəyirəm. Hərbi topoqrafiya ilə bağlı nələr var? Onun haqqında da maraqlananlar var. İstədiyiniz müəlliflərimizdən sərbəst istəyindən bu haqda məlumat verə bilər. Mən cavablandıra bilərəm. Buyurun. Deməli, hərbi topografiyada bizdə sadələşməyə getmişik, necə sadələşmə getmişik? 11-ci sinifdə biz coğrafi koordinatlarını, nöqtənin coğrafi koordinatlarını, nöqtənin uzağı koordinatlarını tapmaqla məşğul idik. Bugün istəmişik biraz sadə eləyək. Burada onun sinifdə ümumi xəritəsi hərəkətlərdir, eyni ilə qalır. Azim istiqamətində hərəkət, səmtlənmə və ilaxır. 11-ci sinifdə isə biz xəritədən yenə istifadə edəcəyik, topoqrafi xəritələrdən. Sadəcə olaraq topoqrafi xəritələrdə necə istifadə edəcəyik? Hansısa bir vəziyyət elan olunacaq, hansısa bir vəziyyət ortaya qoyulacaq situasiya. Bu situasiyaya uyğun olaraq biz xəritə ilə düşmən bölgəsi barədə məlumat toplayacağıq. Düşmən bölgəsində bizim silah texnikalarımız hansı yollarla keçə bilər, hansı yollarla keçə bilər. Yəni şahidlərimiz qruplar şəklində bir komandir rolunda qərar qəbul etmə qabiliyyətini inkişaf etdirəcəklər. Yəni bu çox maraqlı keçiriləcək inşallah. Yəni mən pilot kimi öz həmin standartları siniflərimdə tətbiq eləmişəm. Çox müzakirəli, çox belə gözəl fikirlər ortaya çıxır. Yəni bir özlərini ani olaraq komandir hissi ilə situasiyaya uyğun olaraq qərara qəbul edirlər. Asan da olacaq. Oldu, çox sağ olun İntiqam müəllim. Burada kitabın ilk variantı ilə tanış olmaqdan gedir söhbət.
dərslik yəqin ki nəzərdə tutulur. Hələ ki dərslik, yəni bu kurikulum əsasında hazırlanmış dərslik hələ ki ortada yoxdur. Əlbəttə ki, əvvəlcə kurikulum təsdiq olunmalıdır və ondan sonra ona uyğun dərslik yazılmalıdır. Zəfər tarixinin hərbi rəhbərlərə verilməsi valla bu bizim məzmunçulara aid olan bir məsələ deyil. Yəni ona biz baxmırıq necə deyirlər. Hələ ki 11-ci siniflərdə tədris olunur. Elə bir sual var. Onunla bağlı hələ ki yeni bir məlumat yoxdur. Sonra bu yeniliklər qəbul olunubmu? Dediyim kimi əlbəttə ki hələ ki cənab nazirin təsdiqinə hazırlanır. Belə. İndi bununla bağlı sizin də bu məqamda əlavə etmədiyiniz, xüsusən əlavə olunan və iqtisadi olunan mövzularla bağlı yadımızdan çıxan və yaxud da əlavə etmək istədiyimiz nəsə varsa bizim müəlliflərə hal-hazırda deyirəm. Bunun haqqında məlumat versəniz hələ də ondan sonra bu mövzunu istəyirseniz bağlaya bilərik məzmunda olan dəyişiklikləri. Yoxdursa onda keçək. Biraz da onda əlbəttə ki suallar əsnasında suallara görə biz yenə də məzmunla bağlı sualları təkrar sizə səsləndirəcəm burada. Amma gəlin kurikulum sənədinin strukturu ilə bağlı. Vasif müəllim, bəlkə sizdən bunu eşidək. Necə bir dəyişiklik var kurikulum sənədinin strukturunda? Başda da qeyd olunduğu kimi hal-hazırki sənəd, yəni müasir çağırışlara uyğun tərtib olunub. Təbii ki, strukturunda da müəyyən, belə deyək, təkmilləşdirməyə getmişik. Belə deyək də, əvvəlki sənəd dövrünə görə müsbət sənəd idi, amma artıq illər keçdikcə günümüzə görə müəyyən çatışmamazlıqları artıq görünürdü, hiss olunurdu. Ona görə də, məsələn, mən yenilikləri belə komplektləşdirmişəm ki, aşağıdakılardır. Məsələn, məzmun xətləri daha müasir formada verilib, kodlaşdırma ilə, müasir kodlaşdırma ilə. Artıq biz baxanda bilirik ki, bu məzmun xətti, bu alt standart neçənci sinifdir, hansı məzmun xəttidir, hansı standartdan, hansı alt standartdır. Cədvəldə verilib, cədvəl şəklində verilmişik. Cədvəl 3 sütundan ibarətdir. Deməli, çox rahatdır. Birinci sütuna baxan kimi bilirsən hansı alt standartdır. İkinci sütunda anlayışlardır. Üzr istəyirəm. Çox üzr istəyirəm. Vasif müəllim, siz biraz əvvəl onsuz da paylaşmışdınız. Bizim əlbəttə ki layihə variantıdır o. İstəyirsiniz onu paylaşdırın və o nümunə üzərində izləyicilərimizə də aydın olar o standartların verilmə forması, yeni verilmə forması. Bəli, bəli. Baxın, lap başdan sizə əvvəlcə bu cədvəli göstərirəm. Baxın, cədvəldə fikir verirsiniz, alt standartlar, məzmun xətləri standart və alt standart sütunlardır. İkincisində anlayışlardır, izahdır. Yəni, məsələn, birinci alt standart parça görür ki, təhsil alanlar milli dəyərin formalaşması məsələlərini izah edir. Burada da yeniliklər var təbii ki. Amma məsələn, üzr istəyirəm Vasif müəllim, ikinci sütun nəyə xidmət edir? Onun haqqında da biraz məlumat verin. İkinci sütun anlayışlardır. Artıq bu cədvələ baxan, bu sütuna baxan şəxs istər yeni gəlmiş müəllim olsun, istər çoxdan işləyən, təcrübəli müəllim olsun, eyni səviyyədə anlaşılacaq ki, söhbət nədən gedir. Üçüncü sütun isə artıq fəaliyyətlərdir. Yəni, orada sırf təhsil alanların fəaliyyətidir ki, çox aydın şəkildə verilmişdir. Düşünürəm ki, bu bütün müəllimlərə, bütün hərbi rəhbərlərə böyük bir kömək olacaq. Sonra... Vasif müəllim, çox üzr istəyirəm. Burada mən də bir əlavə eləmək istəyirəm. Bütün fənlər üçün, izləyicilərimiz üçün aydın olsun. Yəni, biz kurikulum təkmilləşdirmə prosesi bir neçə mərhələdən ibarətdir. Yəni, ilkin mərhələ də bunlardan, ilkin mərhələdən biri cari fən kurikulumlarının təhlilini idi. Biz bəzi kurikulumları xarici mütəxəssislərlə birlikdə də hətta təkmilləşdirmə
apardıq. Bu Sinqapurun şirkətləri, məsələn, təbiət fənlərində, riyaziyyatda, məsələn, coğrafiyadan, Türkiyədən bir mütəxəssis cəlb eləmişdik. İngilis dili, xarici dil fən kurikulumunun təkmilləşdirməsində Amerikalı bir professor cəlb eləmişik və s. Yəni, onların hamısının, o ilkin, o təhlil zamanında onların da müşahidələri buydu ki, sizdə standartlar, indi onlar təlim nəticələri deyirlər, alt standartlar, qeyri-müəyyənlik var o alt standartlarda və çox da ümumi yazılıb. İlkin onların müşahidəsi oydu, elə bizim də müşahidəmiz oydu. Çünki alt standartı oxuyanda fərqli insanlar fərqli məna verə bilərlər. Elə bir görüntü var idi. Biz də qərara aldıq ki, mümkün olduğu qədər həm alt standartın özünü, bütün fənlərdə gedir söhbət, alt standartın özünü həm mümkün olduğu qədər konkret yazaq. Yəni, orada bir şübhə qalmasın. O da kifayət etmirsə ki, biz ikinci sütunda onun izahını verək. Yəni, bu alt standartla bağlı anlayış, mövzu, termin, düstur, qayda, nə varsa, onları orada qeyd edək ki, həm müəllimlər, bu fənni tədris edən müəllimlər, həm də ki, dərslik hazırlayacaq müəlliflər üçün hər şey anlaşılır olsun. Vasif müəllim dediyi kimi, hər kəs eyni şeyi başa düşsün. Yəni, bir müəllim oxuyanda başqa bir şey, digər müəllim oxuyanda başqa bir şey başa düşməsin. Və bəzən müəllimlər olur ki, biz görürdük ki, o alt standartı düzgün tam başa düşmədiyi üçün şagirdləri həddindən artıq yükləyən, mövzu ilə yükləyən müəllimlər də olurdu. Və ya tam tərsi, lazım olduğundan daha az şəkildə o standartı şagirdə çatdıran müəllimlərimiz olurdu. Ona görə də bu ona xidmət edir. Üçüncü sütun isə bütün fənlərdə belədir. Biz müəllimlərə biraz kömək etməyə çalışmışıq. O şagirdlərin öyrənməsi üçün o əsnada, öyrənmə prosesi əsnasında hansı fəaliyyətləri yerinə yetirərsə, şagirdlərin öyrənməsinə kömək eləyər. Əlbəttə ki, bu tövsiyə xarakterlidir. Gördüyünüz kimi tövsiyə olunan deyirik, sinif daxili fəaliyyətlər. Amma mənə gəlir bəlkə sinif daxili çağırışa qədər ki, əgər hazırlıqda olmaya da bilər, sinif xarici də bizim bəzən fəaliyyətlərimiz ola bilər, səhv eləmirəmsə. Bəlkə də onu elə tövsiyə olunan fəaliyyətlər kimi də başda qoymaq olar bu fənn üçün. Qısacası, mümkün olduğu qədər müəllimlərimizə kömək etməyə çalışmışıq və Vasif müəllim də qeyd elədiyi kimi anlaşılır dildə, lakonik, çox söz yığınından qaçıb bütün hissələrdə ki, qaçmışıq ki, müəllimlərimiz bu kurikulum sənədini belə necə deyərlər, rahatlıqla istifadə edə bilsinlər və bir rəsmi sənəd kimi yox, bir vəsait kimi görsünlər bu kurikulum sənədini, elə istifadə eləsinlər. Bu bütün fənlər üçün belə idi və mən bunu əlavə eləmək istədim. Vasif müəllim, buyurun siz. Çox sağ olun, çox gözəl vurğuladınız Mansur müəllim. Elə bu anda elə mən demək istəyirdim ki, baxın, biz 4 dənə məzmun xətti, yəni yeni məzmun xəttləridir. Adlarına fikir verin. Elə məzmun xəttini oxuyanda artıq başa düşürsən ki, yəni məzmun xətti özü açıqlama verir də, yəni belə çox gözəl seçilmiş, dəqiq belə deyək, məzmun xəttlərdir. İkinci məzmun xətti təhlükəsizlik. Bəzi yoldaşlar qeyd edib ki, bu geniş anlamda filan. Bu təhlükəsizlik altda artıq oxuyan kimi, məsələn, standartı və alt standartı. Artıq hər bir rəhbər söhbətin konkret nədən getdiyini anlamış olacaq. Yəni, başqa bir dəyişiklik də, məsələn, prinsiplər, təlim pedaqoji prinsiplər ki var, biraz o genişləndirilib və belə deyək də, ardıcıllıq gözlənilib. Əsas şagird yönümlülüyü, tədqiqat yönümlülüyü, proqnozlaşdırma, çevikliyi, inkişaf yönümlülüyü, yəni pedaqoji prinsiplər burada bu sənəddə nəzərə alınıb və kompetensiyalar bölməsi ki, əlavə olunub, təhsil alanların təfəkkür fəaliyyəti, dəyərlərlə bağlı səriştələrin formalaşması konkret olaraq göstərilmişdir. Düşünürəm ki, çox faydalı olacaq müəllimlərimizə. Mansur müəllim demişkən, bu proqram həm də vəsait kimi çox geniş şəkildə istifadə olunacaq. Oldu. Biraz strukturdan biraz vaxtımız da azalır. Biraz da konkret bir
sualla müraciət edimsə, bu təlim strategiyalarını, məzmundan biraz danışdıq. Burada yer alan təlim strategiyalarından da biraz danışaq. Onunla bağlı yeniliklər varmı? İntiqam müəllim, nələr fikirləşirik? Müəllim, deməli, mən də izləyirəm, canlıda şərhləri izləyirəm. Elə strategiyaya uyğun olan suallar çoxdur. Məsələn, deyirlər ki, canlı bir dərs, video dərsi və ya da hansı bir dərs olsa, yəni hər sinifdə fərqli strategiya tətbiq olunur. A sinifində tətbiq elədiyim strategiyanı B sinifdə tətbiq edə bilmərəm. Bizim fəndə isə strategiyalarda konkret olaraq biz birgə öyrənmə, sonra tədqiqat suallı öyrənmə, problem əsaslı öyrənmə, simulyasiya, nümayiş. Yəni bu sözlər bizdə biraz çətinlik yaradır bu strategiyalarda. Mən qısa belə bir təqdimat istəyirəm sizə eləyim. Sadəcə bir təqdimat olsun. Biz o təqdimata birdən baxaq. Bizdə tövsiyələrdə belə bir standartımız var 11 siniflər üzrə. Elə 11 sinif nəyə görə dedim ki, çox adam 11 sinifdə deyir, çətinlik olur. Çətinlik olmasın deyən mən sizə belə bir təqdimat göstərmək istəyirəm. 11 sinifdə yeni bir standartımız var. Milli hədəflər haqda təqdimat edir. Bu standartı reallaşdırmaqdan ötürü biz yazmışıq ki, burada tövsiyə vermişik. Tarixi, əfsanəvi və müasir qəhrəmanlarımızın həyat hekayələri üzrə interpretasiya. Yəni bu nədir? Bax, çox maraqlı bir tövsiyədir. Şairlər tarixi, əfsanəvi və müasir qəhrəmanların həyat hekayələrini araşdırır və bu hekayələri öz baxışları ilə şərh edirlər. Məsələn, Mübariz İbrahimovun qəhrəmanlığını yalnız faktlarla deyil, şagirdin onun davranışını, motivasiyasını və vətənpərvərlik ruhunu necə dərk etdiyini təqdim etməsi interpretasiya adlanır, sayılır. Yəni ki, bu şagirdin o qəhrəman barədə rəyləridir, onun davranışıdır, o barədə özünü motivə eləməkdir. Misal üçün başqa bir tapşırıq keçək. Deməli, Vətən müharibəsi qəhrəmanlarının vətənpərvərlik nümunəsi deyilən belə bir mövzu olacaqdır. Bu mövzuda tapşırıq olacaqdır ki, şairlər təqdim olunan qəhrəmanın həyat hekayəsini araşdırır. Onun davranışlarını və qərarlarını öz baxışlarıyla izah edir. Bu qəhrəmanın bugünkü gənclərə necə nümunə ola biləcəyini şəxsi fikirlərlə əsaslandırırlar. Yəni artıq biz görürük ki, yeni mövzularda, o bizim milli dəyərlərdə, vətənpərvərlik ruhunda artıq strategiyalarımız da müasirləşir, strateji yanaşmalarımız dəyişir. Biz şagirdlərə imkan veririk ki, onlar bizim sırf vətən müharibəsi qəhrəmanlarımızı, milli qəhrəmanlarımızı, digər döyüş qəhrəmanlarımız barədə bizi dərslikdə ki, inşallah olacaqdır o məlumatlar. O məlumatlar barədə qruplar şəklində artıq bunlar müzakirə edəcəklər və bunu özləri öz deyərlər təqdimatında verəcəklər. Ümumiyyətlə təlim strategiyasında bir də bunu dayandırım. Bizim təlim strategiyamıza əlavə olaraq nə deyə bilərəm? Təqdimatınızı mən dayandırım bir dənə. Tamam. Bu strategiyaları biz özümüz siniflərə görə fərqli izləyəcəyik. A sinifində edə biləcəyimizi B sinifdə edə bilməyəcəyimiz üçün B sinifdə fərqli strategiyalardan istifadə edəcəyik. Yəni bu tövsiyələrdə göstərirlər. O demək deyil ki, sırf bu sinifdə, bu məktəbdə bu həll olacaq. Məktəb var, silahı yoxdur. Məktəb var, silahı var. Atış imitasiyası eləyəcək məktəb. Məktəb var ki, atış imitasiyası eləyə bilməyəcəkdir. O müəllim nə etməlidir? O müəllim həmin dərsdə silahların balistik hərəkətləri, yəni güllənin uçma barədə videolar nümayiş etdirə bilər, atışın əsasları barədə mövzuları artıra bilər. Yəni ki, standart reallaşacaqdır. Sadəcə olaraq biz standartda hansı tapşırığı necə yerinə yetirəcəyik, o bizim strategiyamızdan asılıdır. Standartları biz elə qoymuşuq ki, yəni burada konkret olaraq demir ki, sən atəş aç. Yəni ki, atış barədə hansısa bir təqdimat et. Atış barədə nəsə bir şərh ver. Və bu üzrə biz strategiyamızı quracağıq. Mənim çıxışım bu qədər. Mənsur müəllim, hələlik.
Oldu, teşekkürlər. Bununla bağlı əlavə etmək istəyən Ceyhun müəllim, Vasif müəllim, varsa əlavələriniz buyurun bu strategiyalarla bağlı. Ümumiyyətlə bu çarşıya qədərki hazırlıq fənnində, yəni bizim nəzərdə tutduğumuz, tövsiyə etdiyimiz strategiyalar nələrdir? Əlbəttə ki, biz kurikulum sənədində bunu müəllimlik öyrətmək kimi bir iddiamız yoxdur əlbəttə ki. Çünki bunun üçün insanlar 4 il universitet oxuyurlar. Sadəcə biz tövsiyə xarakterli bəzi orada müəyyən materiallar verə bilərik və ya tövsiyələr verə bilərik. Buna əlavəniz varsa buyurun Ceyhun müəllim, Vasif müəllim. Nasır müəllim, strategiyalar dedikdə biz bilirik ki, çağırışa qədərki hazırlıq fənni elə bir fəndir ki, bunun 7 təlim istiqaməti var. Hər təlim istiqamətinin də özünə məxsus dərslərin aparılma qaydaları, strategiyaları var və bir deyil, yəni daha bir sahədə belə bir deyil də. İndi biz bir deyimlə irəli gələn bir şey var, deyir 1000 müəllim var, 1000 üsul var. Metodlar bəli biz göstəririk. Deyirik ki, məsəl üçün hansı metodlarından dərslərin aparılması bir yerdə göstəririk. Amma müəllimlər bunu müxtəlif üsullarla həyata keçirirlər. Müəllimlər bayaq dediyimiz kimi təchizatla da bağlıdır bu. Bu yerləşdiyi yerlə bağlıdır. Elə məktəb var ki, o elə bir yerdə yerləşir ki, məsəl üçün manqanı orada manqa şəklində çölə çıxartmaq mümkündür. Çöl şəraitində bu dərsi keçmək mümkündür. Ona görə də strategiyalar müxtəlifdir. Bizim verdiyimiz strategiyalar isə nümunədir. Yəni bir neçə nümunədir. Aydındır. Onu da sadəcə mən əlavə edeyim ki, bütün fənlərin biz kurikulumlarını təkmilləşdirmə zamanı qarşımıza bir məqsəd qoyduq ki, tövsiyə etdiyimiz bu strategiyalar sırf fəndə məxsus olsun, fəndə xas olsun. Yəni ümumi bütün o üsullar deyək, hamısı bir fəndə olan üsullar başqa bir fəndə keçərli deyil məsələn də. Yəni tutaq ki, siz ədəbiyyatda və ya tarixdə çox yaxşı debat təşkil edə bilərsiniz. Bu yazıçının mövqeyini müdafiə edə bilərsiniz. Amma onu riyaziyyatda edə bilməyəcəksiniz. Yəni 3 cümlədən sonra artıq debat qurtarır. 2 dəfə 2 4-dür. Yəni bunu 6 iddia eləyənin uzağı 3 cümlədən sonra isbat eləmək mümkündür. Yəni qısacası biz bütün fənlərin bu kurikulumun təkmilləşdirilməsində ümumiyyətlə həm qiymətləndirmə olsun, həm də strategiyalar olsun, lap deyək, inteqrasiya ilə bağlı olan məsələlər, hamısı fənn o fəndən məxsus olmalıdır, onlara xas olmalıdır, ümumi yazılmış olmamalıdır. Yoxsa bayaq dediyimiz kimi müəllimlər də onu oxumaqdan necə deyirlər, biraz çəkinirlər, ondan da imtina edirlər. Elə qiymətləndirmə demişkən, bununla bağlı bir də vaxtımız artıq azalmaq üzrədir. Ümumiyyətlə, çağırışa qədərki hazırlıq fənnində qiymətləndirmə necə aparılmalıdır bununla bağlı. Bəlkə də Ceyhun müəllim sizdən davam edək başlamışkən. Məsud müəllim, qiymətləndirmə dedikdə biz yadıma gəlir bir çağırışa qədərki hazırlıq fənninin mövzuları üzrə qiymətləndirmə meyarlarını hazırlayanda bir çox çətinliklərlə kurikulumdan söhbət edirəm. Çağırışa qədərki hazırlıq fənni praktik yönümlü fəndir. Yəni bunun bir çox sahələrdə bu qiymətləndirmə müxtəlif meyarlar üzərindən aparılır. Yəni ki, hərəkət misal olaraq biz deyə bilərik ki, məsələn, avtomatın sökülüb yığılması, müəyyən normativlər əsasında bunlar hamısı aparılır. Yəni bu gün biz əlbəttə mən indi diaqnostik, formativ və summativ qiymətləndirmədən danışmayacağam. Fənnin spesifik xüsusiyyətlərindən danışmaq istəyirəm. Çağırışa qədərki hazırlıq fənni elə bir fəndir ki, burada məsəl üçün biz burada nəyi qoymuşuq? Şifahi sorğu. Məsələn, şifahi sorğu ilə qiymətləndirmə apara bilərik. Yazılı tapşırıqlar və testlər məsəl üçün. Praktik tapşırıqlar. İstər bu cür məsələlərdə, istərsə də başqa bir belə dərdə biz qiymətləndirməni ancaq əsasən meyarlar üzərindən aparırıq. Məsələn, əleyhqazın geyinib soyunması. Bunu, məsəl üçün, biz birinci deyirik ki, əleyhqazı tanıyır. İkincidə deyirik ki, əleyhqaz haqqında onun taktiki-texnik xüsusiyyətlərini bilir. Üçüncü deyirik ki, ondan istifadə etmə qaydalarını ardıcıl bilir. Dördüncü isə biz deyirik ki, əleyhqazdan istifadə etməyi bacarır. Biz belə bir meyarlar əsasında əsas qiymətləndiririk. Bunu bu cür başqa məsələlərdə də məsələn demək olar ki, bayaq məsələn bir-iki nümunə dedik. Dedik ki,
məsəl üçün hər hansı bir təqdimatın edilməsi. Əlbəttə təqdimatı edərkən də təqdimatın edilmə qaydalarına uyğun sərbəstlikmi, məsələn danışıq tərzimi və s. və ilaxirə bu qaydada qiymətləndirmə aparır. Amma çağırışa qədərki hazırlıq fənninə baxanda çağırışa qədərki hazırlıq fənni əsasən praktik yönümlüdür. Bu da meyarlar əsasında, yəni ki, hansısa bir tapşırıqların yerinə yetirilib və qiymətləndirilməsi ilə həyata keçirilir. Oldu, çox sağ olun belə ümumi məlumat üçün. İndi mən bilirəm ki, İntiqam müəllim də elə, Vasif müəllim, bəlkə Ceyhun müəllim, siz də bu Facebookdakı sualları, izləyicilərdən gələn suallara baxırsınız. Oradan cavablandırmaq istədiyiniz varsa, İntiqam müəllim və ya Vasif müəllim varsa, oradan buyurun cavablandıraq. Orada yeni- müəllimin biri yazıb ki, üzr istəyirəm İntiqam müəllim, görmədim sən. Buyur, danış sən. Buyur, davam edin, davam edin. Orada müəllimin biri yazıb ki, uşaqlar telefonla baxırlar, oxumurlar. Əslində müasir təlim, yəni dünyada baş verən, yəni belə deyək də, proseslər irəlidə olan ölkələr ki var. Onların hədəfi odur ki, elə şagirdi, təhsil alanı elə dərsdə öyrətsinlər. Yəni dərsdə öyrənsinlər. Düzdür, daha məsələn o bacarıqların, biliklərin artırılması üçün ev tapşırığı falan vermək olur, amma çalışıb elə dərsdə onları öyrətmək və məsələn mən öz praktikamdan deyə bilərəm ki, o telefonları mən çalışıram ki, faydalı şəkildə istifadə edeyim. Tapşırığı elə verirəm ki, o uşaq telefonda başqa şeyə baxmasın, elə bizim lazım olan tapşırığı icra eləsin telefonun vasitəsilə. Yəni, belə deyək də, müəllimin yaradıcılığı burada, yaradıcı yanaşması böyük rol oynayır. Gərək müəllimlər də öz üzərində çalışsın da, daima öz. Bizim 21-ci əsr belə əsrdir də, öyrənmək yetərli deyil, öyrənməyi öyrənmək lazımdır. Yəni, daim öz üzərində çalışmalısan, biliklərini artırmalısan. Nasıl mən əlavə eləmək istəyirəm? Bizim Masur bəy, vaxtımız varmı? Bəli, İntiqam müəllim, var vaxtımız, buyurun. Deməli, bizim suallar çoxdur orada. Fənnin tədrisində stratejiyanın qurulması, işin aparılması, qiymətləndirmə. Burada bəzi müəllimlərimizin düzdür, fən kurikulumunun tətbiqində biraz çətinlikləri var. Orada yazılır, məsələn, təlimlərə ehtiyac var. Yəqin ki, bu gələcəkdə olacaqdır. Mən bir şeyi, nümunəni, yeni mövzulara uyğun bir nümunəni icazə versəniz təqdim edərdim. Buyurun. Burada bütün bizim o suallara aydınlıq gətirilir. Biraz mı böyüdüm mən? Deməli, burada gündəlik planlaşdırma bir nümunəsi kimi mən öz məktəbimizin qaydasına uyğun olan bir nümunə yazmışam. Standartımız 10-cu sinifdədir. 3-1-1 standartı müasir sistemləri, silah sistemlərinin taktik texnik xassələri barədə məlumat verir. Fəndaxil inteqrasiya eləmişik, müasir müharibələrin xüsusiyyətlərini izah edir. Mövzumuzun adı olacaq robotexnika. Yeni bir standartdır, müasir silah sistemləri. Dərsin təlim nəticəsi nə olacaq? Hərbi məqsədlər üçün robotların tətbiqi imkanlarını şərh edir. Müasir dövrdə baş verən müharibələrdə istifadə olunan taktikaları izah edir. Yəni, robotların hərbidə imkanları və müharibələrdə tətbiq barədə sonunda biz nəticəyə gələcək və şahidlərin bu barədə bilik əldə edəcək. Və dərsimiz yeni bizim o sadələşdirilmiş üsullarla həyata keçiririk. Cəlb etmə fəaliyyətinə başlayırıq. Yəni, gələcəkdə inşallah bizim dərsliklərimizdə artıq metodik vəsaitə ehtiyac olmayacaqdır. Dərsliklərimizdə mən fikir verirəm, aşağı sinif dərsliklərində çox gözəl yaradıbdılar o kimi yaradıcı sxemləri. Dərslikdə özü birbaşa həmin bu cəlb etmə fəaliyyəti, öyrənmə fəaliyyəti, qiymətlənmə fəaliyyəti hamısı arzu olaraq yerləşdirir. Müəllim üçün çox asan olacaqdır. Cəlb etmə fəaliyyətində biz burada şagirdlərin marağını oyatmaq üçün onlara bir yönəlici suallar verəcəyik. Məişətdə robotların istifadəsi haqqında nə deyə bilərsiniz? Və dinləyirik onları. Onlar öz fikirlərini deyirlər, gördüklərini, eşitdiklərini danışırlar.
hansı robotlarla ünsiyyətdə olmusunuz? Və bu sual da maraq doğurur, diskussiya yaradır və robotların xüsusiyyətlərinə görə müxtəlif növləri olduqlarını, robotların hərbi təyyarəti onların qərar qəbul etmə sistemlərinin təkmilləşdirilməsi, süni intellektin üsullarının tətbiqinin genişləndirilməsini vacib edir. Bu fikirlərlə bağlı şagirdlərin fərziyyələri öyrənilir. Yəni ki, bu robotlar öz başına hərəkət eləmir. Burada süni intellektin rolu var. Və bundan sonra öyrənmə fəaliyyətinə keçirik. Öyrənmə fəaliyyətində artıq biz 5 qrupa bölünürük. Hər qrupda tapşırıqlar üçün lider seçilir və 10 dəqiqə verilən tapşırıqlar öncədən qeyd olunur. İnşallah dərslimizdə də o tapşırıqlar elə sistemli şəkildə olacaq ki, asan da olacaq o tapşırıqlar müəllimlər üçün təqdim eləməyə və bu tapşırıqlar araşdırılandan sonra hər qrupa 3 dəqiqə təqdimat üçün vaxt verilir. Təqdimatdan sonra qrupun qiymətləndirilməsi 4 meyar əsasında aparılacaq. Hər meyar isə maksimum 5 balla qiymətləndiriləcəkdir. Qrup işinin qiymətləndirmə meyarları vaxta qənaətdir, əməkdaşlıq etmələridir, məlumatların tam olması və məlumatların dəqiqliyidir. Və qruplara tapşırıqlar verəcək. Qruplar tapşırıqlarına avtonom yerüstü robotlar, robot minalar, müstəqil mina təmizləmə robotları, nəqliyyatçıların tətbiq etdiyi robot daşıyıcılar, pilotsuz uçuş aparatlarının tətbiq imkanları barədə məlumat verəcəklər və taktik üstünlükləri barədə öz fərziyyələrini söyləyəcəklər. Və qiymətləndirməsine keçəndə robotların meyar çıxardacaq qiymətləndirməsini, robotların xüsusiyyətləri və idarəolunma sistemləri barədə məlumat verəcək. Necə məlumat, hansı formatik qiymətləndirmə bayaqla suallar yazılır ki, formatik qiymətləndirmə nümunələri təqdim edin. Bir nümunə mən təqdim edirəm. Robotlar haqqında ümumi məlumat verəcək. İkinci səviyyə olacaqdır, robotların müxtəlif xüsusiyyətlərinə görə qruplaşdıracaqdır. Üçüncü səviyyə artıq robotların digər döyüş vasitələrindən fərqləndirən xüsusiyyətlərini təhlil edəcəkdir, fərqləndirəcəkdir. Dördüncü səviyyədə robotların müharibələrdə tətbiqi imkanlarını şərh edəcəkdir. Artıq bu robotun müharibəyə daşıya biləcək bir fikir, ideya sürəcək ki, burada hansı istifadə olunacaqdır. Yəni bu təqdimat bir dərs nümunəsi idi. Burada artıq bizim strategiyamızda qiymətləndirməmiz var idi. Onu vacib gördüm. Yəni şərhlərdə onu oxudum. Ona görə mən bunu, yəni ki, bu bugünkü proqramımızda yox idi. Əlavə olaraq təqdim eləmək istədim. Diqqətinizə görə çox sağ olun. Çox sağ olun. Mən müəlliflərimizə belə deyəcəkləri son cümlələr varsa, əlavə eləmək istədikləri. Sırayla Cihan müəllim, sonda demək istədiyiniz. Mən bəlkə də biraz sözüm bəlkə bura aid olmayacaq, amma mən elə bilirəm ki, indi İntiqam müəllim bir dərs nümunəsi göstərdi. Bəli. Mən də uzun müddət bu hərbi hazırlıq müəllimləri ilə işləmişəm və demək olar ki, bunların 70%-ni tanıyıram da. Bu, mən elə bilirəm ki, yeni təlim proqramları ilə yanaşı müəllimlərin təkmilləşdirmə kursları təşkil olunmalıdır. Yəni, müəllimlərin çoxu İntiqam müəllimin o göstərdiyi nümunəni görən kimi, indi dedilər, aşı, bu nədir, bu nə qədər mürəkkəbləşdi, bu niyə belə oldu? Mən elə bilirəm ki, əvvəllər bu var idi, müəyyən dərəcədə bu proqramları zadı göstərirdi, öyrədirdi, eləyirdi, amma bilmirəm, indi son zamanlar var, yox, amma mən elə bilirəm ki, müəllimlərin təkmilləşməyə ehtiyacı var, ehtiyacı olacaq bu proqramdan sonra. Bununla bağlı bir şey deyim, Cihan müəllim. Bizim onsuz da fən kurikulumları hansı təkmilləşmə, artıq təkmilləşib bitirib və cənab nazir tərəfindən təsdiq olunubsa, onların maarifləndirmə tədbirlərini keçiririk. Birinci mərhələ budur. Region dolaşıb onlara etdiyimiz yeniliklər haqqında məlumat veririk. Yəni, webinarda olduğu kimi. Bir bu. Bir də ki, o müəllimlərin bəli, müəyyən təlimlər də cəlb olunur. O da mərhələ-mərhələ cəlb olunub. Bu yeniliklər haqqında elə də məlumat verilir. Yəni, o proses olacaq inşallah. Onda da birlikdə hərəkət edəcək yəqin ki. Vasif müəllim, əlavə etmək istədiyiniz sonda? Öz təşəkkürümü bildirirəm bu webinarı təşkil etdiyinizə görə və bütün hərbi rəhbərlərə uğurlar arzuluyuram. Həmişə, yəni ki, nə kömək lazımdırsa hazırıq. Səhifəmiz məlumdur. Bir çox yoldaşlarla da dostluğumuz var elə Facebook səhifəsində. Elə nə sualları olsa birbaşa ora ünvanlasınlar. Biz də cavablandırmağa hazırıq. Təşəkkür edirəm. Çox sağ olun Vasif müəllim. İntiqam müəllim. Sağ olun Mansur müəllim, bu imkan yaratdığınız üçün. Bizi dinləyən, bizi izləyən həmkarlarıma təşəkkür edirəm ki, vaxt ayırdılar, bizi izlədilər. Minnətdarıq. Əlavə sualları olsa biz yenə şəxs səhifələrimizdə şəxsi nömrələrimizi cavablandırmağa hazırıq. Çox sağ olun. Mən sizə çox təşəkkür edirəm ki, əlbəttə ki, belə vaxtınızı ayırdınız və bu fən müəllimləri üçün
müəyyən dərəcədə belə məlumat xarakterli bu webinarı gəldiniz, iştirak elədiniz. Çox sağ olun, mən də təşəkkür edirəm. İzləyicilərimizə də təşəkkür edirik. Onlar əlbəttə ki, bu webinar onlar üçündür. Onların da iştirak üçün onlara təşəkkür edirəm. Oldu, növbəti webinarlarda necə deyirlər, görüşmək üzrə. Çox sağ olun, hər birinizə uğurlar. Sağ olun. Sağ olun, görüşərik inşallah.